Birinizi Laf TV-nin efirində müzakirə vaxtı sizinlə mənəm Ləman Əl-Əşrəf qızı Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. Deməli, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə bir məsələ Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatın məruzəsi daxil edilib. Hazırda Baş Nazir Əli Əsədov və hökumət üzvləri parlamentdədirlər. Baş Nazir deməli hesabat verir, əziz tamaşaçılar. Prinsipcə hələlik açıqlamaları çox yoxdur. Sadəcə Qarabağdan danışıb və deməli Qarabağda görülən işlərdən danışıb. Detallara toxunmayacağım çünki Qarabağ dedik, deməli sülh razılaşması artıq müqavilə demək olar ki hazırdır. Sülh razılaşmasından sonra Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur. Bilirsiniz ki, Azərbaycan tərəfi birmənalı şəkildə bunu dəstəkləyir. İndi Ermənistan tərəfi də bu məsələdə öz mövqeyini ortaya qoyub. Mirzayan danışıb, Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzayan sülh razılaşması olduqdan sonra ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmayacağını bildirib. Mirzayan bu barədə Ermənistan parlamentində danışıb. Azərbaycanla münasibətlərin normallaşmasından sonra hesab edə bilərik ki, münaqişə institusional baxımdan başa çatıb. İndidən deyə bilərik ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur deyib. Mirzayanın sözlərinə görə Ermənistan təəssüf ki, Azərbaycan tərəfində bəzi ritorika görür, mövqeyimiz aydındır. Sülh sazişi imzalanan kimi ATƏT-in Minsk qrupunun gələcək fəaliyyəti ilə bağlı da öz qeydlərimiz olacaq. Sülh müqaviləsi isə, əziz tamaşaçılar, görünür artıq çox real təsiri bağışlayır. Çünki artıq dünyanın bir çox ölkələrindən deməli mövqelər gəlir. Almaniyanın Xarici İşlər Naziri Annalena Baerbock İrəvanın Bakı ilə danışıqlarda atdığı addımları cəsarətli güzəştlər adlandırıb. Özünün X sosial şəbəkəsində o yazıb ki, Almaniya, Ermənistan və Azərbaycanın sülh müqaviləsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanatını alqışlayır. Müharibədən sonra davamlı sülh reallığa çevrilib. Bu təkcə region üçün deyil, ondan kənarda da vacib bir məsələdir deyib. Ermənistan uzun danışıqlardan sonra cəsarətli güzəştləri ilə hər iki ölkəni sülhə daha da yaxınlaşdırır. Mən hər iki tərəfi sülh müqaviləsi imzalamağa çağırıram. Bir daha xatırladaq ki, əziz tamaşaçılar, dünəndən etibarən Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı xəbərlər paylaşılıb və diqqətinizə çatdırım ki, artıq bir çox ölkələrin də bununla bağlı mövqeyi var. Təkcə Almaniya deyil, eyni zamanda mən diqqətinizə çatdırım ki, dünyanın bir çox ölkələri Azərbaycan-Ermənistan razılaşmasını alqışlayıb. Onların arasında İran da var. Az əvvəl İran da sülh sazişi üzrə əldə olunan razılaşmanı təqdir etdiyini bildirən bir açıqlama verib. Braziliya, İspaniya Xarici İşlər Nazirliyindən, eyni zamanda Almaniyanın Xarici İşlər Nazirliyindən də bu sənədin deməli mətnin, yəni saziş layihəsinin mətninin artıq başa çatması ilə bağlı demək sənədlərin ortaya çıxması hər halda təqdir olunur və sazişin imzalanması üçün tarix və məkanı artıq müzakirə etməyin vaxtı çatdığı bildirilir. Yeri gəlmişkən dostlar, daha çox bu məsələyə fokuslanacağıq çünki ötən günlərdə də bilirsiniz ki, Laf TV-nin efirində olan hər kəs də bildirirdi ki, bax bugün Rusiya ilə Ukrayna arasında bir atəşkəsin əldə olunmasından sonra deməli Rusiyanın yenidən Cənubi Qafqaza qayıtma ehtimalı ola bilər və indiki məqamda ən yaxşı fürsət Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasıdır. Deməli, müzakirə edəcəyimiz mövzu xüsusilə bu olacaq və mən Cahandar Bayoğlu ilə söhbətimizi davam etdirəcəm. Sizdən ricam verilişimizi lütfən bəyənin və paylaşın. Azərbaycan tərəfi bununla bağlı nə düşünür? Hər halda mövqeləri bizim saytlar verirlər. Hələ ki, Xarici İşlər Nazirliyinin hər hansı bir açıqlaması yoxdur. Amma istənilən halda, deməli, bu məsələ bizim müzakirəmizə daşınır. Siz də bəyənin, biz də əminəm ki, sizin bəyənəcəyiniz bir söhbəti reallaşdıracağıq. Cahandar bəy, xoş gördük. Xoş görüşdük Ləman xanım. Hər kəs salamlayıram, başarılı yayınlar diləyirəm. Çox sağ olun. Deməli, sülh sazişi məsələsi çox aktual görünür. Dünən axşam saatlarından etibarən sosial mediada da bu haqda danışıldı. Hərçəndi belə fikirlər də vardı ki, deməli, çox vaxt, yəni belə bir razılaşmanın
əldə olunacağına yaxınlaşmışıq, amma birdən-birə bu məsələ alınmayıb. Biz erməni tərəfini günahlandırmışıq, Ermənistan tərəfi Azərbaycan tərəfini günahlandırıb və nəticə etibarilə hər şey fiyaskoya uğrayıb. Bu gün bir qədər deməli məntiqli və əsaslandırılmış görünür. Çünki dünyada baş verən proseslər də əminəm ki, Azərbaycanı və Ermənistanı sülhə yaxınlaşmağa sövq edir. Çünki belə fikirlər var ki, həqiqətən də Rusiya bu atəşkəsdən istifadə edəcək prinsipcə, həm də biz daha çox Rusiyanın, belə deyək, son vaxtlar hər halda Amerika ilə razılaşmasının nəticəsi olaraq bir qədər dominant rolunu yenə də görürük və buna görə də Azərbaycan və Ermənistan sülh məsələsində tələssə daha yaxşı olar fikirləri səslənir. Rusiya Cənubi Qafqaza qayıdar, yenə bizim üçün bir baş ağrısına çevrilər. Nə qədər ki özünün başı qarışıb, biz bu müqaviləni imzalayaq. Proseslər bizi nə yaparır? Doğrudan da real görünürmü sülh müqaviləsi? Buyurun, eşidirəm sizi. Əmin xanım, bizim istəyimizlə bağlı olan bir sülh sazişi təbii ki imzalanmır. Biz isə zaman anlamında. Biz təbii ki sülh sazişini savaş bitəndən həmən imzalanmasını tələb edirdik. O dövrdən də bu dövr artıq 4 ildən çox bir zaman kəsiyindən keçib. Hər zaman Azərbaycan özünün tələblərini və prinsipial mövqeyini sərgiləyib. Erməni tərəfi vaxtında sülh sazişi imzalasaydı, mən hesab edirəm ki, bugün Xankəndində bəlkə də çox sayılı ermənilər var idi, Xocalıda və digər Qarabağ kəndlərində biz ermənilərin yaşadığını görəcəyik. Görünür, biz tələsdiyimiz zaman kəsiylə və xeyrimizə gördüyümüz deyək ki, siyasi nəticələr də vaxtında, istədiyimiz vaxt olsa əleyhimiz ola bilərmiş. Anlayışı da ortaya çıxır. Bu baxımdan da sülh sazişinin gecikməsinin bizə zərərindən çox elə xeyrindən danışsaq daha yaxşıdır. Mən hesab edirəm ki, sülh sazişi bugün Azərbaycandan çox Ermənistana lazımdır. Biz niyə tələsməliyik ki, niyə tez imzalanmalıyıq? Anlayışı biraz məncə bu yanaşmada mən tərəfdən doğru hesab olunmur. Niyə Rusiyanın təhlükəsini hiss eləmirsinizmi ki? Rusiyanın nə təhlükəsi ola bilər ki? Rusiya indi atəşkəsə gedir, sabah Ukrayna ilə sülhə geçsə bir uzun müddətdə yenə də başı özünə qayıdacaq, sabah yenə də Cənubi Qafqazda itirdiyi bir tutaq ki, mövqeləri bərpa etmək istəməyəcəkmi, yenə də bizə problem yaratmayacaqmı? Yəni, xüsusilə bu haqda danışılır. Bir ölkənin başı olar ki, o başı yerinə qayıdada. Rusiyanın başı olsaydı Ukrayna savaş eləyərdimi? Amma Ukraynanın hər halda... Savaş Rusiya nə verdi? Mən də bilirəm, heç şey vermədi. Bir xaraba qoyduğu ölkə var, onun nümunəni deyirəm mən. Onu demək istəyirəm ki, baş yoxdur da. Baş olmayanda da dəli dolu hərəkətlər deyir, biz də boş yerə torpaqlarımızı itiririk, oğullarımızı ölümə göndəririk, söhbət elə ondan gedir. Dəlinin qabağına da dəli çıxanda dəli yerində oturur da, bilirsiniz, bu da var. Çünki Putin dəlidir, bu gün də bir dəli Trump var qarşısında, doğrudurmu? İndi bunların qarşı-qarşıya durmaqla aralarında bir hələlik söz atışması, savaşı və həm də barışıq və qardaşlığı səhnəsini biz görürük, doğrudurmu? Amma bu proseslərin biz hamısını müzakirə edəndə mən hesab edirəm ki, Güney Qafqazı ön Asiyadan, yəni Orta Doğudan və Orta Doğunu da deyək ki, Avropa-Rusiya cəhbəsindən ayrı götürmək doğru deyil. Və eyni zamanda Rusiyanın, Ukraynanın, Amerikanın öz içində gedən savaş daha önəmlidir. Siz də bilirsiniz ki, bugün ən böyük savaş Amerikanın öz içərisində gedir. Və Amerikanın içərisində gedən savaş dünya siyasətini həm də dəyişir. Dünə qədər Biden klubun üzvü olan dövlətlərin, dövlət başçıları və baş nazirləri görevdən alınır və həmin ölkələrdə siyasət dəyişir. Dünənə qədər Biden Amerikasına görə Amerika aşiqləri bugün Trump'ın əleyhinə və Amerikanın çökəcəyindən danışırlar. Dünənki Amerikancılar, Biden simasında olan Amerikancılar bugün Trump Amerikasına qarşı bir hücum içərisindədirlər. Hətta birazdan dünənki Amerikancıların bir Çinçi olacağını da biz görə bilərik ki, Çinin tərəfindədirlər. Bu baxımdan da biz müharibəni konturlarını və dünyada gedən dəyişkənliklərin yeni nizamlanmasını Amerikanın içərisində və Amerikanın özünün apardığı siyasətin kontekstində baxmalıyıq.
Belə baxanda təbii ki, biz daha doğru nəticələr əldə edə bilərik. Digər tərəfdən də bilirsiniz ki, bugün Amerika özəlliklə Ukrayna üzərindən Rusiya olan bir siyasi jestləri var. Çox adam bunu Amerika-Rusiya münasibətlərinin Rusiyanın gücü kontekstində dəyərləndirir ki, Rusiya güclüdür, Amerika buna niyə hesablaşır? Və digərlər əks təbii ki, fikirlər də var. Amma bir də var gerçəklər. Nəyə görə Amerika gerçəkdən Rusiyanı önə çəkir və ön plana çəkməklə Rusiyanı öz yanında görmək istəyir? Biz bunları doğru və düzgün dəyərləndirdiyimiz təqdirdə təbii ki, Qafqazda Ermənistan və Azərbaycan arasında olan sülh sazişinin də niyə bugün imzalanmaya daha çox hazır olduğunu qərar yanaşmasında doğru nəticə əldə edə bilərik. Və ola bilsin ki, bu saziş baş tutacaqmı? Hazırdır. Yəni, hər kəsi maraqlandırır. Tərəflər sazişin imzalama hazır olduğunu bildirir. Eyni zamanda bilirsiniz ki, erməni tərəf bildirib ki, özəlliklə bunu ilk dəfə Azərbaycan tərəfi Ceyhun Bayramovun şəxsində bildirdi ki, biz 2 maddə ilə Ermənistan arasında anlaşılmazlıq olur hər zaman. 2 maddə artıq aradan götürülüb, Ermənistan anayasasında dəyişiklik edəcək. Onlar da konstitusiyanı dəyişməli edilir. Anayasa dəyişikliğinə gedib, anayasada Azərbaycanın və özəlliklə Türkiyənin əleyhinə olan orada ərazi baxışları, iddiaları onlar götürüləcək. Və bu, eyni zamanda bu Ceyhun Bayramovun bu açıqlamasını erməni tərəfi də təsdiq edib ki, bəli, biz bütün maddələr üzrə anlaşmışıq. Amma gün elə sabah, məsələn üçün, müəyyən bir siyasi dəngələrin diktəsi əsasında hesab edərlər ki, saziş hazır olmağına baxmayaraq zaman müzakirəyə çıxarlar. Məsələn, zamanı qeyri-müəyyən saxlaya bilərlər. Zaman kəsiyində nələr baş verəcəksə, o da ayrı bir mövzu olar. Amma təbii ki, siz ilk informasiya qaynaqlarınızda da bugün bildirmişsiniz ki, sazişin imzalamağa hazır olmasını alqışlayan ölkələrdən biri də savaşın yanında olan İran fars faşizmi olub, elə deyilmi? Bəli, bəli. Bunların hamısı diqqətlə izlənib və biz tərəfdən doğru bir mövqe sərgiləməyin zamanıdır. Bu İranın Azərbaycana olan sevgisindən mi qaynaqlanır deyək? Yəni Ermənistana qarşı olmağından mı bu qaynaqlanır? Biz bunları həm də dəqiq hesablamağı bacarmalıyıq. Mən bu baxımdan da təbii ki, bugün sazişin imzalanmağının hazır olmağını müsbət addım kimi hər iki tərəfdən səslənməsini dəyərləndirirəm. Və mən hesab edirəm ki, gerçəkdən də ermənilər Paşinyan şəxsində ağıllı bir erməni siyasi elitasının yaratdıqlarını deyə bilərik. Və bugün bu mövqe Qafqazda erməni dövlətini deməzdim, həm də belə toplumunun yaşamasına imkan verən bir siyasət olar. Çünki biz hər hansı bir millətə qarşı deyilik, eyni zamanda hətta Azərbaycan torpaqlarında bir qurulmuş Ermənistan dövlətinin də hətta varlığını biz qəbul edirik, ona qarşı olmadığını bildiririk. Bütün bununla yanaşı Ermənistan hər halda yenə bizimlə razılaşmırdı. Embargo və blokad özəlliklə şəraitində yaşamaqlarına baxmayaraq tək İran tərəfindən olan bir çıxış olan Ermənistanla biz danışırıq. Bu sıxıntılara və oradakı iqtisadi problemlərə baxmayaraq Ermənistan hələ də dirənirdi. Hələ də hansısa güclərin təsiri altında sazişə imzalamağa getmirdi. Bu da Ermənistanın əleyhinə yönəlirdi. Çünki biz hər zaman demişik ki, zaman Qafqazda və Ön Asiyada Azərbaycanın xeyrinə işləyir. Deməli, əziz tamaşaçılar, 300-ə yaxın insan var canlı yayımda. Mən rejissorumuzdan xahiş edəcəm bir interaktivimiz də olsun. Çünki sülh sazişi imzalanmasını təqdir edənlər də var, imzalanmasını istəyənlər də var və heç bir fikrim yoxdur deyənlər də varsa da
mütləq bizim bu sorğuda iştirak edin. Hər halda interaktivi də indi biz aktiv eləyəcəyik və mənə maraqlıdır. İnsanımızın çoxu düşünürdü ki, erməni ilə müqavilə imzalamağın mənası yoxdur. Hərçənd mən öz payıma deyirəm ki, mən şəxsən istəyirəm ki, o sülh müqaviləsi olsun. Və bayaq bir məqama toxunduq. Burada bir üçüncü tərəf də var. Həmişə bir üçüncü tərəf olaraq biz Rusiyanı görmüşük. Həmişə əngəl olub, həmişə istəyibdir ki, onun patronajlığı altında əgər imzalanacaqsa sülh müqaviləsi bir tərəfdən bizi Avropa çəkib, bir tərəfdən Rusiya bir tərəfə çəkib. Yəni biz heç vaxt Ermənistanla anlaşa bilməmişik hansısa bir formada. İndi bu üçüncü tərəfin reaksiyası nə ola bilər? Baxın, mən artıq dərhal rəylərə baxıram. Məsəl üçün, rəylərdə kimsə yazdı, diqqətimi çəkdi ki, heç vaxt Rusiya indiki halda Zöhrab Səfərli yazır. Heç vaxt buna razı olmaz. Olsa belə altında məkirli bir planı olacaq. Ən azı sadə bir vətəndaşlarımız da düşünür ki, Rusiya buna imkan verə bilməz. Real görünürmü bu baxımdan Rusiyanın atacağı adımlar nədən ibarət ola bilər? Biz sazişin imzalanmamasında və savaşın uzun müddətli olmasında tək tərəf kimi Rusiyanı günahlandırmamız doğru deyil. Qarabağ sorunun yaranması hər halda sirrin dağılma ərəfəsində daha çox Amerika və Rusiya arasında olan danışıqların əsasında baş verir. Və sonraki mərhələdə də üçlü bir formatda Minsk qrupunda Fransa, Amerika və Rusiya olub. Hər üç dövlət, bir Avropanın təmsilçisi olaraq, bir Amerika, biri də Rusiya, o ənənəvi deyək ki, bu düşmənçiliyin mərkəzində iştirak edən dövlət kimi bizim qarşımızda olublar. Hər üçü sazişin və barışın olmasını istəməyib. Və eyni zamanda da bugün də sazişin imzalanmasına qarşı çıxıblar. Siz özünüz də görürsünüz ki, məsələn, Rusiya müəyyən mənada geri çəkilirdisə, bir arada Fransa daha çox ermənidən çox erməni olmağa başlayır və ermənilərə elə bir mövqe sərgiləyirdilər ki, ermənilər sazişdən imtina edirdilər. Digər tərəfdən də Rusiyanın bölgəmizdə olan qardaşı Fars faşizmi də Rusiyanın ikili standartlarında mövqe sərgiləyib bizim qarşımızda dururdu. Kommunikasiya xətlərinin, dəhlizin açılmasında, bir çox sorunların çözülməsində İran Rusiyanın diktəsindən, diktəsi olmasa belə məsləhətləşib ortaq qərar verməsindən hərəkət edirdi. Heç kim deyəməz ki, İran Rusiya sansa addım atıb bölgədə. Hər zaman Azərbaycan məsələsində ortaq qərar veriblər. Rusiyada İranla məsləhətləşmədən hansısa bir qərar verməyib. Bu baxımdan biz məsələlərə bu dövlətlər arasında olan anlaşılmazlıq və anlaşılmadan və onlar arasında münasibətlərdən daha çox danışa bilərik. Bugün Rusiya, özünüz bilirsiniz ki, Ukrayna savaşı müstəvisində öz siyasətində dəyişkənlik etməlidir ya da ənənəvi siyasətinə qayıtmalıdır. Siyasətində dəyişkənlik nədir? Trumpın təklifləri əsasında, Amerikanın belə deyək, Rusiya ilk olaraq atəşkəs sazişi imzalamalıdır. Atəşkəs sazişindən sonra təbii ki, sülh sazişinin danışıqları başlayacaq. Təbii ki, bütün bunların hamısı uzun müddətlidir, amma burada yaxın zamanda olacaq nə olacaq? O olacaq ki, hələlik tərəflər öz mövqelərində qalmaq şərtinlə savaş olmayacaq. Böyük miqyaslansısa savaşlar olmayacaq, atəşkəs elan olunacaq. Bu da Rusiyanın gələcək siyasətinin formalaşmasına və hansı yöndə istiqamətlənməsinə yer almasına hərəkətlənəcək. Siz də bilirsiniz ki, Rusiya Amerikanla anlaşsa, təbii ki, bu Çin və Rusiya üçün böyük zərbə olacaq. İndi Rusiya həm ənənəvi dostları olan Rusiya və Çindən imtina edəcəkmi? Və Rusiya üçün bugün əslində sazişin imzalanmamasında ən böyük sual budur. Bu prosesdə, siyasi proseslərdə də danışın, siz danışın. Nəsə, problem var elə bilər. Buyurun. Nəsə, bu siyasi proseslərin içərisində biz Rusiyanın böyük bir dilema qarşısında olduğunu deməliyik. Rusiya üçün asan deyil. Trumpın danışıqlara geçsin, Trumpla anlaşsın. Belə olarsa,
özünün ənənəvi müttəfiqlərlə artıq qırılmış ola bilər. Ən azı Çin məsələsi var qarşıda. Bu Rusiyanı ciddi sürətdə Çini rahatsız edir. Rusiyada düşünür ki, illəridə Çin kimi bir böyük bazarı olan və dayağı olan, arxası olan dövlətlə ilişkilərini kəssə, Amerika ilə yaxınlaşdığı dövrdə öz gücünü qoruya biləcəkmi? Dünya siyasətində güc qazanacaq ya gücünü itirəcək? Bu məsələlər təbii ki, Rusiyanı çox narahat edir. Mən hesab edirəm ki, Rusiya savaşa başlamaqla böyük bir tələyə düşüb. Bugün sazişi imzalasa da tələdən çıxa bilməyəcək. Hətta sazişdən imzalasa daha böyük tələnin içərisinə girəcək. Rusiyadan danışarıq sonra. Çünki Rusiyadan... O yüzden də bugün Rusiyanın taleyi ilə də xoşa gələn deyil. Və Rusiyanı da bizim Azərbaycan segmentində, Azərbaycan siyasi mühitində hər zaman böyük və güclü düşünməyimizin tək səbəbi var ki, 200 il bizə imperiya ağalıq eləyiblər, biz onları həmişə güclü görmüşük. Bugün zəifləyəndə də biz onların zəifliyini hiss eləmirik. Psixoloji bir baskı altında Rusiyanı qüdrətli görürük. Bu təbii ki, bizi aldadır və yanlış bir qərar veririk. Mən hesab edirəm ki, bugün Ermənistanın saziş imzalama mərhələsinin razılaşmasının tək səbəbi Fransadır. Yeri gəlmişkən Macronun bir açıqlaması var, əziz tamaşaçılar. Fransa prezidenti Emmanuel Macron da Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə razılığa gəlməsini alqışlayıb. Deməli, bu barədə o özünün sosial şəbəkəsində paylaşım edib. Ermənistan və Azərbaycan arasında danışıqların yekunlaşdırılması barədə elanı alqışlayıram deyib. Artıq Ermənistan və Azərbaycan arasında Cənubi Qafqazda davamlı sülhə yol açmalı olan sülh sazişinin imzalanmasına heç nə mane olmur. O belə bildirib və biz xatırladaq ki, efirimizə sonradan qoşulan tamaşaçılarına diqqətinə çatdıraq ki, bəli, daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Bakı ilə İrəvan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsi haqqında saziş layihəsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanat yayıblar. Macron açıqlaması. Bugün özünüz bilirsiniz ki, bizim bu danışıqlarımızın əsasında biz dünya siyasətinə baxanda Çində üçlü bir görüş var, bilirsiniz. Bəli, bəli. Çin, Rusiya və İranın Xarici İşlər Nazirlərinin müavinlərinin görüşü var. Və eyni zamanda bugün Fransada, İngiltərə, Türkiyə və Fransa arasında görüş keçiriləcək. Fransa, Avropa, NATO-sunun yaranmasında spikerliyi öz üzərinə götürüb. Bilirsiniz, Almaniya, Rusiya münasibətlərində kəskin qarşı durmalar olmasın deyənə bu iki qütbdən biri olmaqdan, yəni NATO, Avropa NATO-sunun yaranmasında geri çəkilmiş görünür. Qabağa verilən Fransadır. Fransada danışıqlar aparır ki, Avropanın gələcək təhlükəsizliyini necə görəcəklər, Avropa NATO-sunu necə yaradacaqlar. Çünki Amerika bugünkü mövcud NATO-dan ayrılsa, belə deyək, ya da NATO-nun maliyyələşməsində bütün tərəflərə eyni təkliflərlə çıxış edib, hər kəsin öz yükünü daşımasını ortaya qoysa, təbii ki, bu Avropa dövlətləri üçün bir yenilik olacaq, yenilikdir. Və belə bir yeniliyin bir neçə variantında da Avropanın hazır olub özünün gücünü formalaşdırmalıdır. Avropa dövlətlərinin çoxlu maddi imkanları var. Hətta texnoloji üstünlükləri də bəlkə də bütün dünya dövlətlərindən üstündür. Amma buna baxmayaraq Avropanın fiziki gücü yoxdur, əskəri yoxdur. Deyək ki, o ordu yaratdı. Onun əskəri kim olacaq? Əskəri gücü də təbii ki, bunlar hesab ediblər ki, uzun müddətlik Ukrayna bu əskəri, Avropanın əskəri rolunu üstlənsin. Hələ Ukrayna savaşı da bitmədiyinə görə Ukrayna və Rusiya arasında bir sülh sazişi imzalansa, deməli Ukrayna avtomatik Avropanın fiziki gücünə çevrilə bilməyəcək. Və belə bir durumda artıq Avropa dövlətləri belə bir fikrə gəliblər ki, Türkiyənin əskəri gücündən yararlansınlar. Avropa NATO-suna Türkiyə alınsın və Türkiyənin önəmi artırılsın. Hətta bilirsiniz ki, son günlər Avropa dövlətləri Türkiyənin Avropa Birliyinə üyə olması məsələsini gündəmə gətiriblər. Arası kəsilməyən diplomatik gedişlər, görüşlər onu göstərir ki, artıq Avropa dövlətləri
Türkiyədən Avropa Birliyinin üyəsi olmağı xahiş edirlər. Hətta dünən Polşa baş naziri Türkiyədən Polşaya qayıdan kimi Almaniyadan da bir təklif gəldi ki, biz Türkiyəni Avropa Birliyində görmək istəyirik. Bütün bunlar təbii ki, Avropanın möhtac olduğu bir gücə görə Türkiyəni orada görmək istəyirlər. Və bütün bu baxışda da təbii ki, belə bir görüş bugün Fransada, o Fransadadır. 3 görüşdən, biri İngiltərə, biri Fransa. Fransada bütün Avropa dövlətləri təmsil edib 500 milyonluq bir nüfuzun təmsilçisi kimi meydandadırsa, təbii ki, orada Fransanın Ermənistanı artıq bizə qarşı qaldıracaq niyyəti yoxdur. Əksinə görüşdə deyəcək ki, biz barışqa getmək istəyirik. Ermənistan Türkiyə ilə, Azərbaycanla qardaş olmağa hazırdır. Nə desəniz eləməyə hazırıq. Bir yetər ki, bir yerdə olaq. Bu baxımdan indi biz Ermənistanın bu bəyanatını verməyini Fransanın, Avropa dövlətlərinin mövqeyi kimi dəyərləndirməliyik. Nəinki Moskvanın. Bizim insanlarımızın hər zaman... Türkiyənin roluna qədər çoxdur mu deyirsin bu məsələdə? Yeri gəlmişkən... Türkiyə bu siyasi üstünlükləri əldə etməsəydi və masada olmasaydı, Fransa Ermənistana deyərdimi ki, tez saziş imzalayın? Azərbaycan, təbii ki, yox. Deməli, təbii ki, biz dünya siyasətində baş verən olaylara hər hansı bir regional, lokal siyasət kimi baxmamalıyıq. Bütöv dünyanı götürüb onun içərisində baxmalıyıq. Elə yeri gəlmişkən 2 gündür ardıcıl olaraq bir qrup türk jurnalisti həm də Ermənistanda səfərdə idi, bilirsiniz, Paşinyan onlara müsahibəsi var idi. Hətta Türkiyəli jurnalistlərin gəlməsinə qədər belə maliyyələşdirdi. Özündən bir maraq təşəbbüs gəldi Paşinyanın. Biz ötən gün, əziz tamaşaçılar, xəbərlərdə bu xəbərləri də sizinlə bölüşürdük. Və həqiqətən də baş verən proseslər çox maraqlıdır. Son 2 gün bundan öncə açıqlamasına diqqət eləmişdiniz. Baş kəsən Sarkisyan deyirdi ki, biz Türkiyə ilə, Azərbaycanla qardaş da olmalıyıq, tarixən bir yerdə olmuşuq, aramızda heç bir düşmənçilik olmuyor. Halbuki baş kəsən də Qarabağda 3-4 baş kəsəndən biri də özü idi. Təbii. Bunu artıq Sarkisyan bu dilə gətirirsə bu fikirləri, indi düşünün ki... Yəni bu sülh müqaviləsi, belə deyirik də, Avropanın, ya çox Avropanın dəstəyi ilə, təşəbbüsü ilə reallaşdı və bu işdə Rusiya kənarda qaldı deyirsinizmi? Xanım, burada bir dənə biz həmişə söhbət sizdən bizdən getmir, ümumi Azərbaycanla gedir. Biz burada bir məsələni, də ki, Avropanın dəstəyindən deyirik ha. Bəli. Bu Avropanın dəstəyindən deyil, Avropanın möhtac olduğu bir siyasi iradədir. Burada Türkiyə faktoru qabarıq. Türkiyə faktoru yüksəldiyinə görə. Çox qabarıq görünür, təbii. Bu cürə yanaşmalıyıq ki, Türkiyə gücləndiyinə görə Avropa Türkiyə ilə anlaşmaq istəyir, jest eləyir ki, biz Qafqazda da, savaşda sizin yanınızda olmaq, barışıqda sizin yanınızda olmaq hazırıq. Nə desəniz eləyərik. Yetər ki, siz də Avropada və Avropanın güvənliyində bizlə bir yerdə olasınız. Dünyanın yenidən yapılanmasında siz bizim qarşımızda deyil, bizimlə birlikdə olasınız. Birlikdə olmasanız belə əməkdaşlığa biz sizi dəvət edirik, anlayış ortaya çıxır. Biz buradan baxmalıyıq məsələyə. Bunun kimi də Rusiya. Belə bir durumda bugün Rusiyanın özünün dünya güclərinə bir arxalanmağa və yaxınlıq eləməyə ehtiyac olduğu bir durumda Rusiya Türkiyə ilə qarşı-qarşıya gəlmək istəyərmi? Yox. İranın özünün durumu ağırdır, düzdürmü? Son Suriya olaylarından sonra ikinci bir darbəni Türkiyə bölgənin pozucu qüvvələrinə vurandan sonra özünüz görürsünüz, İranın özü Türkiyə ilə çox ehtiyatla davranmağa başlayıb. Deməli, İran özü də artıq Türkiyənin yüksələn gücünlə hesablaşır. Bu deməkdir ki, Türkiyənin yüksələn gücü Azərbaycanın və Türkiyənin düşmənlərini zərərsizləşdirir. Özlüyündə zərərsizləşdirir. Biz də sirrimizi nədə axtarmalıyıq? Özümüzdə. Öz yüksəlişimizdə axtarmalıyıq. Başqa yerdə yox. Biz nə etdikcə yüksəldik, nə etməliyik ki, daha çox yüksələk? Hansı addımları atmalıyıq ki, biz bütün dünya dövlətlərindən daha başarılı olaq məsələsini gündəmə gətirməliyik ki, orada Qafqaz məsələsi də həll olunsun, Ön Asiya məsələsi də həll olunsun, Avropada maraqlarımız həll olunsun, bütün Türk dövlətlərinin siyasi coğrafiyasında birliyimizin qarşısında duran maneələri necə çözə bilər, məsələləri həll olunsun və Amerika ilə də təbii ki, hansı əməkdaşlıq eləməliyik? Ön Asiya dövlətlərində baş verəcək dəyişkənliklərin kontekstində
artıq qarşımızda durmayan, bizlə əməkdaşlıq etmək istəyən İsraillə hansı mövqeyi sərgiləyəcəksə, artıq onun qərarlarını biz veririk. Bugün artıq nə İsrailin, nə Avropanın, nə Amerikanın, nə Rusiyanın Ön Asiyada və Qafqazda yüksələn türk amilinin qarşısında durmaq niyyətləri və gücləri yoxdur. Birinci gücləri yoxdur, gücləri olmaqlarına görə niyyətləri də olmur. Biz buradan yanaşdığımız zaman bütün məsələlərin biz çözmüş olacaq. Kim bizlə dost ola bilər, kimlə gələcəkdə əməkdaşlıq eləsə daha başarılı ola bilərik, kimi nə qədər yaxına buraxa bilərik, artıq onu biz müəyyənləşdiririk. Bu baxımdan Türkiyə bugün Fransada görüşlərə gedir. Orada öz mövqeyini sərgiləyəcək. Türkiyənin prinsipal xarici siyasəti var. Türkiyə hesab edir ki, heç bir dövlətin sınırı dəyişə bilməz. Bu deməkdir ki, Ukraynanın ərazilərin ihlal olunmasına qarşıdır Türkiyə. Bu artıq bir mənalı bunu Rusiya da bilir. Rusiya Türkiyənin bu prinsipal mövqeyi ilə bağlı heç də Türkiyə baskı uygulamır. Bilir ki, bu Türkiyənin mövqeyidir. Bütün dünya dövlətləri bilir ki, xarici siyasətdə və dünya dövlətlərinə olan münasibətdə Türkiyə nə istəyir? Bunu hər kəs bilir. Bir zamanda türk dövlətlərinə Türkiyənin münasibəti, İslam dünyasına Türkiyənin münasibəti, əzilən məzlum xalqlara və dövlətlərə, Afrika ölkələrinə, Asiya ölkələri var ki, əzilir. Bugün də işğalçılıq siyasəti altında, müstəmləkəçilik siyasətində darmadağın olurlar. Təbii ki, onları da Türkiyə hər yerdə haqq və hüquqlarını qorur. Bu prinsipial mövqeyi Türkiyənin hər kəs tərəfindən bugün sayğıyla həm də qarşılanır. Və eyni zamanda artıq Türkiyəyə yanaşanda bu prinsiplərə necə əməl edəcəklərindən bağlı yanaşırlar. Heç zaman artıq Rusiya gəlib Türkiyə deyənməz, mən Donetski mən götürürəm, Luganski falan kəzə verirəm. O niyyətlə Türkiyəyə gələ bilməz. Heç belə bir niyyəti varsa, deyər ki, yox da, mən Türkiyə ilə danışığa getmirəm. Danışığa gedirəmsə, artıq mən bu fikirləri orada səsləndirə bilmərəm. Bu baxımdan bugün Azərbaycan öz siyasətində təbii ki, bizim bir dövlət kimi, bir millət kimi formalaşmağımız, dövləti qurmağımız hər birimizin üzərinə düşən böyük bir yükdür. Bununla yanaşı da bugün atdığımız addımlarda kimlə addımlar atacaq? O addımların atılması deklarativ bəyanatlarla olmamalıdır. Ciddi əməllərlə olmalıdır. Artıq Azərbaycan nazirlikləri Rus evi olmamalıdır. Azərbaycanın baş nazirliyi Rus evi olmamalıdır. Azərbaycanın hansısa nazirliyi İngilis evi olmamalıdır. Hansısa nazirliyi İsrail evi olmamalıdır da. Azərbaycanın bütün qurum və quruluşları Azərbaycan evi olmalıdır. Və Azərbaycan evi də qardaşlarına və dostlarına açıq olmalıdır. Düşmənlərini də neytrallaşdırmalıdır öz iradəsindən. Bunu biz siyasət davasını aparmalıyıq. Azərbaycan artıq seçməmək dileması qarşısında olan bir tərəfi yoxdur. Makedoniya masasında bir neçə dövlət var. Ən azı 5 dövlət var. Hər kəs qəbul edir ki, onlardan biri Türkiyədir. Doğrudurmu? Masada 5 dənə dövlət varsa, Azərbaycan istəmədi kimi seçəcək? Türkiyəni seçmək məsələsində Azərbaycan hansısa dilema qarşısında olma şansı var mı? Yox. Deməli, biz Azərbaycanı seçməkdə artıq məhkumuq həm də. Doğru. Məhkumuqsa, gözümüz orada, burada niyə olmalıdır? Və gözümüz orada, burada olmaq şərtinlə də Azərbaycan daxilində gözü və əli, başı, orada, burada olanlar niyə söz sahibi olmalıdır bu ölkədə? Biz bundan Ləman xanım davasına aparmalıyıq. Azərbaycanı daha çox bu kontekstdə müzakirə eləməliyik. Azərbaycan bu kontekstdə uğur qazanacağını görüb, Azərbaycanın təməl daşlarını və yeni qurulan Azərbaycanı o cürə hörməliyik və qururlaşdırmalıyıq. Doğru deyirsiniz və yeri gəlmişkən əziz tamaşaçılar, baxın, başqa vaxtı Ukraynadan danışanda dünən bizə yazırdınız ki, nə qədər Ukraynadan, Rusiyadan danışırsınız, nə qədər bu məsələni müzakirə edirsiniz. İndi biz 30 ildən sonra Ermənistanla sülh müqaviləsi bağlayacağıq. Yəni bu məsələni deməli belə göz ardı eləmək olmaz. 350 adam baxır. İndi Ukraynadan danışsaq 1350 adam baxacaq. Bəyənin, paylaşın, rəy yazın, fikirlərinizi səsləndirin, interaktivdə iştirak edin. Rejissorumuz interaktivi açsın mənə, mən bir deyim görüm, neçə adam sülh müqaviləsi bağlamağının tərəfdarıdır, neçə faiz. O interaktiv hazır olana qədər Mirzayandan daha bir açıqlama var. O deyib ki, Azərbaycanla razılaşdırılmış sülh müqaviləsi mətnində bir tərəfli tənzimləmə ilə bağlı qeyd yoxdur.
Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan Bakı və İrəvan arasında sülh sazişi mətninin bütün müddəalarının razılaşdırılması haqqında danışarkən deyib. O, jurnalistlərə açıqlamasında mühakimə yürüdərkən sazişin düşmən ölkələr arasında imzalandığının nəzərə alınmalı olunduğunu bildirib, deyib bu müqavilə iki ölkəni və xalqları sehirli şəkildə dosta çevirməyəcək. Lakin gələcəkdə həssas məsələlərin həlli üçün mexanizm rolunu oynayacaq. Bəli, biz də bilirik ki, sabah müqavilə imzalanan kimi dərhal erməni kirvələrimiz peyda olacaq, dərhal kişilərimiz axçilərlə eyş-işrət yaşayacaq. Biz də bunu düşünmürük. Yəqin ki, düşünmürük. İnşallah da belə olar. Buyurun, Mirzoyanın açıqlamasına münasibətiniz. Valla Mirzoyan öz qaranlıq taleylərini nədən görür və acınacaqlı bir açıqlama verir. Mən bunu Mirzoyanın dirənişi kimi dəyərləndirmirəm. Mən bunu Mirzoyanın acizliyi və düşdükləri ağır durumu kontekstindən olan bir açıqlama kimi dəyərləndirirəm. Yox, əslində düz yerdə bir baxanda dost olacaq ki, yəni sülh müqaviləsi imzalanan kimi dərhal ermənini bağrımıza basa biləcəyik? Yəni cəmiyyətlər buna hazırdırmı? Cahandar bəy. Üzr istəyirəm, bir dənə interaktivi deyim, sonra əlavə eləyək. Çünki Azərbaycan və Ermənistan sülh sazişi imzalansın ya yox, imzalansın deyənlər 83%, imzalanmasın deyənlər 11%, 6% isə bu haqda heç nə düşünmür. Davam edin, interaktivdə aktiv şəkildə iştirak edin. Bir də verilişimizin sonunda təbii ki, yenə də bu, amma sevindiricidir ki, 83 nəfər düşünür ki, sülh müqaviləsi olmalıdır. Bizim üçün bu dəqiqə önəm daşıyır ki, bu Naxçıvanla Bakı arasında olan dəhlizdən gediş-gəliş təmin edilsin, doğru mu? Bəli. Bu bizim üçün sülh sazişi ancaq orada rol oynayır ki, davasız, savaşsız bunu əldə eləyək və dünya dövlətlərini qarşımıza almayaq və bölgədə sorun yaşanmasın. Digər bir məsələlərdə bizim Ermənistanla hansı asılacağımız varmı? Yox. Tək bu dəhlizin açılması məsələsində sorun yaşayırıq ki, Türkiyə və dünyaya açılışımız daha kolaylaşsın, Naxçıvanla Bakı arasında da əlaqə bərpa olunsun və torpaqlarımız bütünləşsin. Bunun bir sorun, əslində bugün sorunu yaşayırıq. Biz Qarabağı azad etdiyimiz qədər hansı psixoloji baskı altındaydıqsa ona qədər, bugün də dəhlizin azad olmaması bizdə o psixoloji durumu yenə yaşadır. Biz qarayolundan Türkiyə gedənmirik, Naxçıvana gedənmirik, torpaqlarımız bütünləşməyib, hələ də ayrımçılıq yaşayırıq. Onun biz çözmək üçün sülh sazişini təbii ki istəyirik. Amma gəlin qəbul edək ki, sülh sazişi olmasa, məsələn üçün 10 ildən sonra Ermənistanda erməni olacaqmı? Da ki, sülh sazişi oldu, bir Mirzoyan demişkən. Erməni Ermənistanda qalacaqmı? Bizim bu baxımdan belə məsələləri bizim müzakirə eləməyimiz də doğru deyil. Çünki bütün variantlarda bizim içinə itirmirik. Biz kim nə deyir desin, biz nə erməni qucaqlayacaq, nə erməni bizi qucaqlayacaq və bütün hallarda bu Qafqazda yenə də tarixdə olduğu kimi söz sahibi özümüz olacaq. Təbrizlilər 100 minlərlə İrəvana gəlib orada bir şuar versələr, mahan oxsular, İrəvanda erməni qalarmı? Hələ Bakıdan gedənləri demirəm. Eyni zamanda birazdan da Qarsdan, İqdirdən, bütün Türkiyədən də 100 minlərlə insanlarımız oraya gəlib keçsə, ticarət eləsələr, bu axı Ermənistanın hansı biz gücünü düşünüb ona qiymət verməliyik. Biz erməninin adından istifadə olunub, bizə qarşı güc işlədən güclərin deyək ki, bugün dünya siyasətində neytrallaşmasından danışırıq ki, o da bizim milli iradəmizlə, milli bütünlüyümüzlə gerçəkləşir. Bu da Azərbaycan və Türkiyənin ortaq siyasətindən gerçəkləşir. Azərbaycan, gəlin açıqlayın Ayşə xanım, Avropa Birliyi ilə bir yerdə olsaydı, Qarabağ sorunu çözə bilərdimi? Yox. Amerika ilə olsaydı çözə bilərdimi? İsrail ilə bir yerdə olsaydı çözə bilərdimi? Tək Türkiyə və Türk gücünlə çözür. Bugün dünya mətbuatını mən oxuyuram. Dünənə qədər yazmadıqları yazı yazırlar. Rusiyanın yarısının türk olduğunu yazırlar. Deyək ki, Çində bu qədər türk var, onu biz yazmırıq. Avropa mətbuatında, Amerikada, İngiltərədə yazılan yazılar da gedir. Artıq türk amilinin dünyada niyə bu qədər cazib olmasına bağlı yazırlar və nəyə görə türk amili qabarır və hesablaşırlar, onu əsaslandırırlar. Biz də bunu gücün içində olduğumuza görə, onun bir parçası olduğumuza görə
Bundan niyə yararlanmayıb başqa yerdə özümüzü axtarmalıyıq və özümüzü aidiyyət təmsilçiliyi orada yaratmalıyıq. Bax, bu məsələlər bizim naqisliyimizdir. Doğru və düzgün özümüzü qiymətləndirməmizdən qaynaqlanır. Biz daha çox söylədiyim kimi bu cürə yanaşmalıyıq. Təbii ki, Araqçı da bu gün sabah fərqli bəyanat verəcək. Hətta bu Şahın oğlu o günü müəyyən adamlarla söhbət edirdim. Dedim, bu Amerikada oturan bir bilirsiniz, Kiruz, Xuruş, Rıza Pəhləvi yaşayır. Bundan övvəlki şah olanın oğlundan söhbət gedir. Təbii ki, onun anası bilirsiniz, türkdür. Bəli, Fərəh Diba Pəhləvi. Hətta nənələri də türkdür də bilirsiniz. Bəli. Dədəsi Məhəmməd Rıza da Bakıda doğulub, doğrudurmu? Onu bilmirəm, amma Fərəh... Tərimiz türkçəni də oradan bilirdi. Ata düşləndə Türkçəyə gedən türkçə danışır. O Bakıda doğulub. Hələ birazdan bu Xuruş Pəhləvinin özü də açıqlama verib deyə bilər ki, mən də türkəm. Heç kim təəccüblənməsin. Niyə onu deyirlər? Ona görə ki, artıq güc amili onların bütün imkanlarını əlindən alır. Yeni imkan qazanmaq üçün həmin gücün yanında yer almalıdırlar. Deyək ki, dünənə qədər Türkiyənin ərazi bölgüsünə bütün Kürd adıyla xarici qüvvələrin qurduğu təşkilatlar bölücülük eləyirdilər, düzdürmü? Amma siz fikir verirsiniz, ardı-ardı hamısı deyir ki, Türkiyə bizimdir, Türkiyənin parçalanmasını biz imkan verməliyik. Hətta o günü bir dənə bölücülərdən bir açıqlama vermişdi ki, İsrail Türkiyə ilə savaş eləsə biz İsraili məhv eləyərik, biz Türkiyənin bütövlüyündə ölümə gedərik. Bu açıqlamaları niyə verirlər ki? Keyflərindən verirlər. Birinci, arxasında duran qüvvələr geri çəkilir. Türkiyənin üzə gəlmək istəmirlər. Türkiyənin geosiyasi gücü artıb. Bunlar da bilir ki, ağaları onların arxasında durmur. Axı, bunların gələcək təminat əldə eləməlidirlər. İndidən yarışa durublar ki, gələcəkdə özləri yaşamasa belə övladlarını xilas eləsinlər. Bunun üçün biz özümüzün kim olduğumuza daha çox qiymət verməliyik. Özümüz kimisə ayaqlarına verməkdən imtina eləməliyik. Daha çox özümüzə baxmalıyıq ki, sən kimsən? Özünü dəyərləndir ki, başqası da səni dəyərləndirə bilsin. Bütün hallarda bizim gücümüz ortadadır. Azərbaycanda ya Türkiyədə ayrı-ayrı qüvvələr artıq Türkiyənin və Azərbaycanın əleyhinə olsalar belə, Türk amilini qəbul etməsələr belə, artıq onların istəkləri gerçəkləşməyəcək. Qatar gedib. Meydanda bir Türk gücü var. Türk gücünü təmsilçisi olan Türkiyə Cumhuriyyəti var və Türkiyə Cumhuriyyəti də gücünü elə belə almayıb, xanım. Bütün parametrlərinə götürəndə dünyanın ən yüksək imkanlı dövlətlərindən birinə çevrilir. Birinci, Türkiyə bütün dövlətlərdən güclü olaraq sahədə hər kəsdən güclüdür. Sahədə. Türkiyə Afrika ölkələrində, Somali, Cübuti, Etiopiya, ayrı-ayrı ölkələrdə, Liviyada əskəri bazaları varmı? Suriyada tam mənada türk əskəri qəbul olunurmu? Qafqazda türk əskəri varmı? Balkanlarda, Bosniyada və Makedoniyada türk əskəri varmı? Türk əskəri artıq dünyanın bir çox qitələrində var. Bunun yanı sıra bir çox boğazlar artıq Türkiyənin əlindədirmi? Boğazlar kimin əlindədirsə, dünya deməli onun əlindədir. Elə deyil, o artıq gücdür, süper güc. İkinci, beşinci quşaq, uçaqlar, silahlar, füzələr kimdədir? Yenə Türkiyədə. Bütün bu imkanlar özümüzdə olurla, biz artıq başqa yerdə özümüzü niyə axtarmalıyıq? Onu diqqətə çəkirik və təbii ki, onu da qeyd etməliyik ki, Səman xanım, bu gün artıq sir deyil. Ukraynada 20 min əskər türk əskəri var, bilirsinizmi? Türkiyəyə bağlı 20 min əskər var. Bunu Amerika da bilir, Rusiya da bilir, bütün dövlətlər bilir. Digər tərəfdən Suriyada formalaşan ordu, siz elə bilirsiniz ki, hamısı ərəblərdən miydi bu ibarətdir? Ordunun %70-80'i türkdür. Suriya ordusunun, bugünkü ordunun. Uyğurlar, Özbəklər, Çeçenlər, Qafqaz xalqları nəzərdə tutulan və eyni zamanda türkmənlər. Ordunun %80-i, 70'i türkdür.
Deməli, ordu da Türk ordusudur. Və eyni zamanda ordu kim nə deyir desən, daha çox qibləsi Türkiyədir ordunun. Əskərin qibləsi Türkiyədir. Və eyni zamanda ordu bu dəqiqə elə bir ordu ki, savaşçı ordudur, xanım. O artıq profesional ordudur. Hara 5 nəfəri burax, aylarla, illərlə heç nə təmin eləməkən orada savaşsın. Elə bir əskəri eğitim görüb, savaş görüb, qanların içindən gələn əskərdir. Onu buraxsan dünyanın hər yerini darmadağın dağıdar. Sabah ordunu burax, İran yox olsun. Ordunu burax, Qafqazdan yuxarı Moskva itsin. Biz öz gücümüzü belə hesablamalıyıq və bugün Türkiyədən də niyə hesablaşırlar sualının cavabı buradadır. Qafqazdan çıxarlar, Moskva yox olar. Və heç kim Türkiyəni də ittiham edə bilməz. Deməli, Qafqaz gecikib yəqin ki bizim efirimizə. Çünki soruşur ki, Ləman xanım, sülh müqaviləsi hələ bağlanmayıb, Rusiyanın bu prosesdə iştirakı olub-olmamağını qonaq deyə bilərmi? Türkiyə nə qədər yaxındır sülh prosesində? Biz artıq danışdıq prinsipcə bu məsələləri. Bir cümlə nə demək istəyirsinizsə də Qafqazı məyus eləməyək. Buyurun. Qafqaz üçün davamlı dəyəcəniz. Davamlı izləyicimiz, ona görə onun yazdıqları sualları da deyirəm. Davamlı izləyicimizə bir cümlə ilə cavab verə bilərik ki, yavaş-yavaş Rusiyanın Qafqazda güc amili olmasını unudun. Unudun. Deməli, əziz tamaşaçılar, interaktivimizi rejissorumuz versin. Bir 400-ə yaxın insan təbii ki bizə baxır və çoxlu rəy yazanlar da var, maşallah olsun. Yazırsınız əksəriyyətiniz. Əksəriyyətiniz də məni sevindirir ki, sülh müqaviləsinin xüsusilə bağlanmasını istəyənlərdir. Biz də istəyirik. Biz istəmirik də bundan sonra torpaqlarımızda qan tökülsün, oğullarımız şəhid olsun. Heç bir ana, heç bir ata, heç kim bunu istəmir ki, boş yerə bu müharibə uzansın və s. və ilaxır. Amma Candar bəy, deməli bizim interaktiv gələnə qədər mən gəldi deyəsən, eləmi? İnteraktivimiz var. Deməli, yenə də 84%, hətta 1% artıb, 84% düşünür ki, bəli, bu imzalanmalıdır. 12% imzalanmasın deyənlər var, 4% isə heç bir fikrə gələ bilmir ki, imzalansın mı, imzalanmasın mı? Siz də o rəhməti Heydər Əliyev deməsin, mövqeyinizi bildirin. Mütləq bildirin, çünki insanın mövqeyi olanda yaxşı görünür. Və mən sizdən bir sual da soruşasıydım. Yaxşı, bu sülh müqaviləsi imzalansa, bu həm də bayaq toxunduz prinsipcə, yəni orada da deyəsən bir cavab var idi. Yəni Zəngəzur dəhlizinin açılması anlamına da gəlir. Eləmi? O zaman bizim artıq yolumuz açıqdır. Heç biz oranı nə müharibə ilə, nə cənglə, nə dava ilə almırıq da. Yəni bu həm də birinci, bilirsiniz, Azərbaycan əslində bu illər içərisində Zəngəzur ala bilər. Siz də bilirsiniz ki, Türkiyənin bugün xarici siyasət fəlsəfəsində ərazilərin zorla ələ keçirilməsi yoxdur. Türkiyə buna qarşıdır. Bugün ərazilərin silahla, güclə dəyişdirilməsinin tərəfdarı olan üç dövlət var. Açıq. Biri Rusiyadır. İstəyir ki, Luqanskda, Krımda, Donetskdəki əraziləri özününkü saysın və dünya qəbul eləsin. İkinci Amerikadır, görürsə Trump şəxsində deyir ki, Kanada, Qrenlandiya, Kanada, Panama. Üçüncü də İsrail olub, doğrudurmu? Asiyada. İstəyib ki, ərazilər dəyişsin, bu da öz sınırlarını böyütsün, Qazzəni, Filistini də qaçsın özünə, doğrudurmu? Başqa, bu dövlətlərin fəlsəfəsi ərazi dəyişdirməyə uyğun gəlir və bu dövlətlərin bu fəlsəfəsi də müəyyən mənada bizim üçün cazib görünür, böyük mənada bizim əleyhimizədir. Deyək ki, Zəngəzur dəhlizin açılmasına bizim maraqlarımız uyğun gəlir, vururuq, ərazimizi böyüdürük. Eyni zamanda İran dağılır, İranın bir parça qazanır. Və eyni zamanda bu qazanclarımız görürsünüz, Azərbaycan kontekstində belə görünəndə xoş görünür, elə deyilmi? Yəni, tutaq ki, indi Azərbaycan Türk dünyasına açılmaq istəyir, Türkistana Xəzər dənizsiz. Biz Güney Azərbaycan deyilən balaca bir ərazisini götürsək, artıq qara yolları itiririk, ya itirmirik. Türkiyənin özü üçün böyük təhlükə yaranırmı ərazi iddiaları? Yəni, o parçalanmalar Türkiyəyə başlayacaq doğru hərəkət eləmək, doğrudurmu? Və nəticədə biz təklənirik, təklənmirik. Lap böyüyürük və bu sonra küçülürük, yox olur. Buna görə o ərazi qazanma, yəni o cürə ərazi qazanma ilk anda bizim üçün cazibədar olsa da nəticə əleyhimizədir. Bu baxımdan biz də həm gedirdik, həm gəlirdik.
bəzi dostlarımızın da burada rolu var idi. Ərazini dəyişdirmək maraqlarını Rusiya da istəyirdi. Hətta İsrail istəyirdi ki, Azərbaycan oranı götürsün. Yəni bizi müharibəyə sürüklüyürdülər deyirsiniz. Yox, özlərini yol açılır. Başa düşdüm. Yəni onlar Gəl ki, indi biz Zəngəzuru götürdük, Türkiyədə bizimlə razılaşdı, düzdürmü? Türkiyə artıq Krımda və Donetskədə Rusiyanın qarşısında dura bilərdimi? Və eyni zamanda Suriyada və İraqda, İranda İsrailin apardığı siyasətin qarşısında dura bilərdimi? Yox. Deməli, onların əlinə də bir əsas verəcəkdik. Ki, sabah səni öz silahımızla vursunlar, bizi. Bu baxımdan da görürsünüz, Azərbaycan gah gedirdi, gah gəlirdi. Çünki müzakirə eləyirdi, görürdü, yox, bu tərəf belə olsa belə olur. Və təbii ki, burada Türkiyənin hakim mövqeyi də əsas götürülürdü. Hər zaman fikir verirlər, savaşdan sonra Türkiyə deyirdi ki, barışıq yoluna, müzakirələrlə həll olmalıdır. Hətta bəzən Azərbaycan tərəfinin xoşuna gəlməsə belə, Türkiyə özü İrəvandan danışıqlar aparırdı ki, Azərbaycana həm də desin ki, yox, burada yanlışsınız, belə eləsəniz zərərli olar. İndi proses gəlib hara? Türkiyənin ön Asiyada mövqeyi güclənib, Azərbaycan kimlə deyir desin, artıq Türkiyə ilə bir yerdə güclü bir dövlətdir, dünyada sayılan dövlətdir və eyni zamanda artıq Ermənistanın da Azərbaycana yol verməməyə haqqı yoxdur. Çünki yol verməməyi Ermənistan özü-özünə sıfırlanmağıdır və İran məsələsi həll olunanda, xanım, Ermənistanın bitməsi deməkdir. Əslində bugün Ermənistan daha çox tələsir və çalışır ki, saziş imzalansın ki, İranda İran dəyişib Turan olanda Ermənistan itməsin. Amma İranın da Turan olma mərhələsi çatmışdır. Və bunu da erməni və dünya dövlətləri, arxasında duran böyük güclər görür. Gördüklərinə görə tez İrəvana deyirlər ki, daha böyük dalğa, fırtına gəlir, dalğa gəlir, siz tez saziş imzalayın. Bu öz başına ona görə deyirəm, baş vermir. Bu indi Türkiyənin tək yüksələn gücü deyil ki, İran dəyişirsə Azərbaycan da yüksəlir, elə deyilmi? Yəni Azərbaycan yüksələndə Azərbaycan və Türkiyə dövlətlər kimi yüksəlməklə bərabər bir millət olduğumuza görə bütövlükdə Türk milləti yüksəlir, doğru deyilmi? Türk millətinin də yüksəlişi gözümüzün qarşısında bu gün baş verirsə, biz onun dəyərini bilməliyik, onun yanında olmalıyıq da. İndi mən o günü də deyirdim ki, siz fikir versiniz, İran nə qədər dəyişir. İranda əgər bir zaman keçsə, Xamneyi desə ki, mən Türkiyəm, şaşırmayın. Yine, hətta bunu Pəhləvi haqqında dedim də, o biraz bundan qabaq. O da desə, şaşırmayın. Bir ara bir fars faşizmi demişdi ki, Türk dilini İrana tətbiq eləmək olmaz, əhalinin %100'ü Türkçə danışacaq. Bunlar o içəridəki Türk şamilinin... Zərif demişdi da onu. Zərifin sözü. İçəridə Türk şamilinin nə qədər həll edici və güc olduğunu onlar bilir. Onlar bizdən yaxşı bilir ki, İranda hara Türkdür, kim Türkdür, Fars nə qədərdir. Onlar bilir ki, Fars 12 milyondan yuxarı deyir, xanım, mən bunu hər zaman demişəm. O günü İran parlamentində Mədəniyyət və Eğitim Təhsil Komissiyasının sədri Təbriz millət vəkilidir. Halbuki o dillə bağlı sənədi çıxartmışdı müzakirəyə. O bir açıqlama vermişdi ki, deyir ki, İranda hər kəs bilir ki, əhalinin %60'ı Türkçə danışır. Sonra o Türk dilinin nə qədər əhəmiyyətli olmağı və dünya dilləri içərisində yeri və rol haqqında böyük bir açıqlama vermişdi. Mövzu ondan gedir ki, %60 Türkçə danışırsa, deməli, əhalinin %60 artıq Türkdür, doğrudurmu? Və eyni zamanda nə qədər də hər kəs bilir ki, Türk var ki, öz dilini bilmir, Farsça danışır da, Tehranda, böyük şəhərlərdə ki, assimiliyasiya uğrayıb, o qədər xərdəyiblər ki, çoxsu da xər olmamaq üçün imtina eləyib, Türk şamili qabaranda, o farslaşmış türklərdə Türkün yanına gələcək, gəlməyəcək. İndi düşünün ki, %80-75'i Türk olur, olmur. Belə bir güc, yəni İranın özünün Azərbaycan, İranın özünün Türk olduğunu biz görə-görə və o Azərbaycan, Türk dünyasının yanına gələ-gələ və ora türkləşdikcə, Türk dünyası kürəsəlləşdikcə biz o bölgənin dəyərini verməliyik və eyni zamanda ona daha çox sahiblənməliyik. Orada yaşayan insanlarımız bilməliyik ki, həm də bizim xilaskarlarımızdır. Yəni bizim bugün daha geniş bazar əldə etməyimiz deməkdir, daha çox güc qazanmağımız deməkdir. Hər kəs belə milli sevgisi olmasa belə
öz cibini gütsə, ailəsini gütsə, maraqlarını düşünməlidir ki, onun cibinin maraqları da, ailəsinin maraqları da oradakı gücdən çox asılıdır. Heç olmasa o fəlsəfə ilə belə biraz da pragmatik yanaşıb ora sahiblənməlidir ki, biz onsuz da ona doğru gedirik, onsuz da bu baş verəcək, onsuz da Tehran, Təbriz, Məşhəd, bütün türk yurtları çox qısa zamanda sözünü deyəcək. Heç olmasa onda biz xəcalətli olmayaq. Mən onunla danışmaq istəyirəm. Mən də sizə təşəkkür eləmək istəyirəm. Sizlə danışanda adam xeyli dərəcədə optimist olur. Yox, optimist mələs deyil xanım. Biz baxış bucağımızı doğru müəyyənləşdirəndə yanlışlığa yol vermirik. O günü bir nəfər, xüsusilə bəzən bizi bölgəsəl siyasətə çəkirlər ki, qarşı durum olsun da. Biri deyir ki, nə deyirsiniz, Türk dünyası mərkəzi Altaydır, yoxsa Azərbaycandır? Hələ bax. Mən də bir baxdım buna, dedim, bunun yeridir, deyir, mərkəz haradır. Dedim, birinci, Altay Türk fəlsəfəsinə görə ərazi deyil. Altay bilirsin nə deməkdir, xanım? Ayın altı. Yəni, yer kürrəsi bizim də anlayışıdır. Dünyaya sahiblənmək fəlsəfəsidir, Altay. Ayın altı. Ona görə də nə qədər Türk dünyası var, nə qədər Türk şəhəri var, ha. Hər bir kənd Türk dünyasının mərkəzidir. Daşkənd də mərkəzidir, Bakı da mərkəzidir, Təbriz də, Ankara, İstanbul, Kazan, İrkutsk, haranı deyirsiniz deyin, hər yer bizim üçün mərkəzdir. Biz niyə mərkəz axtarmalıyıq? Niyə hansısa bölgəmizə qarşı qoymalıyıq? Biz küresel baxmalıyıq. Ayın altı bizimdir. Mərkəz aradı. Göyünüzündən baxacaq, mərkəz doğru olacaq. Tarih getdi. Deməli, əziz tamaşaçılar, verilişimizin sonunda yenə də Ermənistandan bir açıqlama gəldi. Bunu da oxuyum, onunla da sizinlə sağollaşacaq. Deməli, İrəvan Bakının daha bir tələbi ilə razılaşdığını açıqlayıb. Yenə də Ararat Mirzoyandan gələn bir açıqlamadır. Deməli, Azərbaycanla münasibətlərin normallaşmasından sonra institusional baxımdan münaqişənin başa çatdığını hesab etmək olar. Mən oxudum, səhv etmirəmsə bunu. ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı məsələyə aydınlıq gətirib. ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı. Fəaliyyəti var idi mi Minsk? Yoxdur, amma hər halda o Azərbaycanın tələblərindən biri idi. Minsk qrupu yığısın özü buraxsın da. Çoxdan şələ-şüləsi ilə gediblər bir yerdə, amma o qalırdı da. Yəni ki, Rusiya bunda maraqlı idi, Ermənistan da bir mövqe ortaya qoymamışdı. Amma hər halda razılaşma imzalandıqdan sonra Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmayacaq deyə bunu da Ararat Mirzoyan deyib. Mən sizə təşəkkür edirəm Cahandar bəy, çox sağ olun və əziz tamaşaçılar, interaktivi yeniləmirik. Mən belə başa düşdüm ki, bizim artıq bir 90%-ə yaxın insanımız düşünür ki, sülh lazımdır, müqavilə imzalanmalıdır və inşallah deyək və gözləyək, görək proseslər həqiqətən də bizi sülhə aparacaqmı? Salamat qalın, görüşəcəyik.